Deyirəm bir yana var, əllərim donub buna var. Hava buzlaq, buz, maroz. Hə də maroz var. Ne yiyib içmələ vurmalı havadır. Uylələ. Bir dəqiqə deyəni. Nədir? Bu ev bir sənə yarımçıq qalıb. Neşə? Ustalar burada araq içirdilər. Hə. İçki içirdilər ustalar burada. Ev yaşlı gəlib onları tutub qollayıb. Doğrudan deyirsən. İçmək olmaz. Elə şey olar, adam yiyib içən ustanı evdən qovar. Elə şey mümkün deyil. Yiyib içən usta evdən getmir, eldən gedir. Ne danışır? Hardan gedir? Eldən. Eldən gedir. Siz ustalar. Salam aleyküm. Aleyküm salam. Keçin içeri. Bizi. Keçək bu lotka lazım deyib bizə buradan keçmək üçün. Hə də buradan keçək. Oradan keçək. Gəldik Ay anam. keçin də. Gəldik anam. Buraları da təmizləyərik, su olmaz. Diyan mən bir yandan gedirəm. Ne inirsən? Bilmədim. Ne inirsən adə? Bilmədim, bağışlayın. Dedim belə tullanaq. Salam aleyküm. Aleyküm salam. Salam. Aleyküm salam. Gəlin tanış olaq. Olaq. Özüm haqqında biraz məlumat verim sizə. Bəli. Adım Tomadım. Həyatda iki şeydən zəhləm gedir. Biri kişilərdən, biri də ki araqdan. Vay dədəm. Vay o günə ki, kişi araq içə. Ona belə nifrət eləyirəm. Elə ərimi də ona görə boşadım. Düz elə. Hə, bir gün gətirdim onu, butulkanı da qoydum qabağına. Dedim ki, otur. Hə. Dedi, oturmuram. Dedim, ha, nətən yana oturmursan? Öz başınasan oturmayasan. Oturmursan, belə otusturacam səni. Dedi, yox, mən belə otura bilmərəm. Gərək zakuska olsun, nə bilim, xiyardan, zatdan. Deyirəm, əsir bizim adam deyə. Üzr istəyirəm. Araq litri gediyorsa 700. Nə fərqi var onun? Yox, fərq böyüdür ha o. Heç bir fərqi yoxdur, zəhər elə zəhərdir də. Elə demə. Hə, dedim, sizcə nəyi seçdi? Nəyi seçdi, nəyi? Arağı. Ha, gözəl adamdır o. Məsəl üçün deyirəm, mənim neyimə lazım? Ümumiyyətlə deyirəm. Hə, sonra? Sonra? Boşanmağa gedəndə də, bilirsiniz neynədim? Götürdüm onu, bağladım maşının arxasına. Sürüyə apardım düz məhkəməyə kimi. Hə, məhkəmədə də qəşəngcə ondan kompensasiya aldım. İndi də bax həmin pullarla bax bu evi tikdirirəm. Eşidirsən? Deyirəm ki, mənim arvadım bunun yanında toya getməli deyə. Nə danışırsınız öz Yox, aranızda? elə iş barəsində baxırıq görək, ağlayla tə vurublar. Hə. Deyirəm Toma xanım, ayıb olsun sizin o yoldaşınıza ki, belə gözəl xanımı incidib. Bəli. Dedə, mən də elə onu deyirəm. Dedim də. İnanırsan, mənə heç diqqət yetirmirdi. Misal üçün, saçımı kəstirirdim, gəlirdim, deyirdim ki, məndə nə dəyişiklik hiss eləyirsən? Deyirdim, mən elə detallara girmirəm. Amma arağa çatanda elə detalla içirdi ki, qəşəcinə götürürdü, kapçonlu balığı belə dilim doğrayırdı. Uy, elə yanında soyutma kartofu. Ay, sağ ol. Duzu siyotu vurursan. Soyutma kartofu, belə soyutma yumurtası, sasiskası. Uy, xiyar zad olur da, xiyar turşusu. Ay, sağ ol. Pomidor turşusu. Hə, Pomidor xiyar. turşusunu suyun stəkana tökürsən. Hə. Xiyar turşusu yanında, eləm yanında da 3 litrlik çəkmə araq. Uy, elə, görsən necə yaşayıb o kişi. Deyirəm ki, sizin yoldaşınız UEFA-nın sertifikasiya tələblərinə uyğun vurub. Qanunu hamısı. Qanunu. Siz belə eləyin xanım, o yoldaşınızın nömrəsini verin bizə, hərdən ona əlaqə saxlayaq görək. Qətiyyən olmaz. Mən o insandan bir dəfəlik qurtarmışam. Hələn bir dəfə bilirsiniz neynədim? Sağlam ol. Hə, bilirsən neynədim? Neynədin? Götürdüm onun gözünün qabağında, onu belə yandıra elədim. Arağı açdım, tökdüm yerə. Deyirəm, yazıq nələr çəkib bunun əlindən. Üzr istəyirəm, həyat yoldaşınız indi hardadır? 100% indi yiyib kababdan, içib araqdan, üstünü də düzəldib pivə ilə, hardasa haram olub qalıb kilonun başına. Hardasa haram olub qalıb. Sən olsun boşanmarsan, bax özünü qoy da mənim yerimə. Olar mən özümü onun yerinə qoyum. Başa düşmədim? Yox, deyir ki, hələ bir ki, bu onun yerindədir, o hissləri yaşasın. Bəli. Onun kimi olmasın da o mənada deyirsin. Hə, başa düşdüm. Nəysə, gəlin keçək içəri evi göstərim sizə. Evi göstərsin bizə. Gəlin. Bax, bu da ki evin zalı. Lap yaxşı. Mənə baxın, mən sizə özüm haqqında danışdım. Bəli. Hə, indi sizin haqqınızda eşitmək istəyirəm. Bizim haqqımızda. Hə. Qoy danışım. Danış, sən danış. Biz çoxdan ustalarıyıq. Məsəl üçün, biz tanınmış insanların evlərində işləmişik. Bəli. Hörmətli adamların. O şey var idi, Yapraq dökümündəki Əlirza bəy. Əlirza bəyin evində işləmişik biz. Necə lazımdır, biz pul da almadıq onlardan. Çünki o ev göz görə dağılırdı. O ki, qızı qoşuldu, qaçdı ya Oğuzla. Problemlər yaşayırdı da. Sonra biz istəyirəm bu sözümə görə, oğul da getdi o ayağı sürüşkən Fərhundəni aldı. Bax, həmin o ailə. Yazıqlar da onsuz da. Yəni belə başa düşdüm ki, siz deyirsiniz ki, yaxşı ustalarsınız. Bəli, çoxdan ustalarıyıq biz. Əgər inanmırsınızsa, gidin rəhmətli Firdovsundan bizi soruşun. Rəhmətlik? Bəli.
Mənə bax, sən mənim gözümə belə bir təhər dəyirsən, Niyə? Sən dəqiq içən deyilsən. Yo, içən deyirəm. Əgər mən içirəmsə, səhərə ayıq çıxmayım. Nə? Yəni ki, əgər yalan danışıramsa, içirəmsə, səhərə sağ çıxmayım. Ayıq. Nəysə, yaxşı. Deyin görün mənə buranı işləmək üçün hansı material lazımdır? Buranı işləmək üçün bir dənə litr bu dəqiqə bizə nə edir? Hə? Şurada qoy deyim. Aha. Deməli, bizə lazımdır 5-6 kisə Əbdülhey, sonra lammətin altına vurmaq üçün memati, 3-4 dənə də böyük İskəndər. Bunlar hamısı tutur cəmi, cümlətani 60-70 manat. Bəli. Nəysə, heç də başa düşmədim. Mən sizə pul verirəm. Gedin, nə lazımdırsa, alın. Alın. Buna bax. Huy, ona sən nələr almaq olar? Narahat olmayın. Mən getdim. Sizə də sağ-salamat işləmək. Sağ olun. Yaxşı kələm turşusu sizlə də Yo, o eləyə bilmir. Bildim. Ay, bəs də Mənə bax, yanlış. mənə bax. Bu ərinin vurmağından elə danışdı, ağzımın suyu axdı. Nə qədər ağzımın suyu qurmayıb gedə əllərlə vuraq. Gitsən sən. Bir də vuraq da. Ay, yox, öldürər bizi, bu ye. Hə, mən qorxuram ondan. Ay kişi, söylə bir dənə bax, xırda qar atır. Bu qar atanda nə eləmək lazımdır? Vurmaq lazımdır. Canımcım. Quyruq, kartof, quyruq, kartof. Sonra çünki ciyər var, ciyər. Sonra induşkanın qurşit eli. Qurşit. Adama bir dənə qurşit el, adama bir dənə litir. Bir sən nə istədin? Nə istədin? O dəfələri badımızdan turşusu gətirmişdin. Uy, lələ, adamızdan turşusunu verirlər mən 3 kiloluqla. Gedək vuraq, kafedə vuraq. Doğrudan deyirsən. Canımız getdik. Qulaq. Bilərik. Bilmə, kafedə vururdu. Kimlə bilir? Yaşamaq istəmirsən? Yaşa da, ay yazıq. Deyirəm, Ay, bəl bax. Deyirəm ki, bu stol var ha, bax bu stol. O bayaq ev yəsi danışırdı ya. Onun motivləri əsasında qurulur. Ay, sağ ol. Görsən? Mən sənə deyəndə ki, qadın böyük qüvvədir, sən mənə inanmırdın. Özü içməsə də ideyasını görürsən. Qəşəng ideyası var. Bəyənirəm. Bir dənə stola bax. Ruski set. Stol adamla Rusca söhbət edir. Ay, sağ ol. Canım üçün Rus dilinin qrammatikasına uyğun vurmaq lazımdır bu günləri. Götür. Sağ ol. Sağ ol. Haydan. Bunu da içirəm. Əlində 4500 manat pulu olan, maşın saytına girib 25 minlik maşınlarla maraqlananların sağlığına. Ayda nə yaxşı Aydan sağlıq. girib 25 minlik maşın axtarır. Ay, 4 mini var ya. Yaxşıdır, yaxşı. Sağ olsun. Ha, bir dənə də qoy mən deyim. Hay canım. O bir dənə sağlıq var, hamı deyir. Özü burada olmayıb, ürəyi burada olandan sağlıq. Bəli. Biz həmişə çalışaq, burada olaq. Burada ola. Burada Bir dənə ola. vur. Bir dənə vur. Uy, Hayda. lələ danga var, Danga. dang. Bu dang bilsən nədir? Bu oturmuşsan biliyorsan kartopul gəldi, dang. O dangla, bax bu dang ikisi də qardaşdır. Hə. İkisini də sevirəm. Sağ ol. Dəmləyəm bunu. Sağ ol. Oy, bir dəqiqə gözlə. Bir dəqiqə nə satışdır da? Nə satışdır da? Deyəm. Benim Əla deyim. Ya, Yağdan da. kələm tutmayıb ya. O Abi. demək lazımdır. Necə bilir? Bu elə bir şey tez götürüblər. Tez götürüb. Bir həftə qalsın, tazadır. Çağırım, buranın gəlsin çağırım ben. Bağım. Ay restoran yiyəsi. Kim var orada bu restoran yiyəsi şimdi? Buyurun, mənəm buranın yiyəsi. Vay dede. Eşidirəm sizi. Vay. Yox, bu... Hə, siz nə abırsız adamlarsınız. Ay, pamazok baş. Səndə abır var, heç olmasa. Mamazok nədir? Hər dəfə deyirsən mənə ye. Pamazok. Mamazok? Qulaq asını, deməli, mənim evimi yarımçıq qoymusunuz. Yox, Mənim pullarımla gəlib mənim restoranımda içirsiniz, hə? Yox, bir dənə balaca ye. Xırda. Dur. Bəli. Dur, hadi. Sen de dur. Dur. Davay, Ne olur? davay basın bayrağı. Yox, bir dəqiqə gəlmə. Basın bayrağı.